3-cü Dünya müharibəsi olacaqmı? Dünya dağılır ay qızım. İranla İsrail bir-birini yeyir, axırda da bizi yeməsələr yaxşıdır. Qardaş canı bezmişəm bu itin qızının əlindən. Salona gedir pul, yeməyə gedir pul, gəzməyə gedir pul. Araya salıb özümə köynək ala bilmirəm. Dostlar, bugün də Tomu ilə gedirik Sumqayıt maşın bazarına leşin satmağa. Görək qurbanımız kim olacaq? Aslında şitdən başqa hər yerə svarka dəyib maşallah. Vallahi bacı, təsərrüfatda bu dəqiqə pul yoxdur. 3 ildir banan əkirəm, turp çıxır. Traktorda bir tərəf motoru yağ yeyir, başımı itirmişəm, bananın bərəkətini and ola. Reklam yerləşdirmək üçün çəkinmə. Yaz Direct-ə və Tiyalla. Reklamın minlərlə insana çatsın. Salam, indicə dünyaya gəldiniz, hara gedirsiniz? Eşitdim Azərbaycanda doğulmuşam, qayıdıram gəldiyim yerə, çəkil görüm. Sizi tərk edib gedənlərə nə demək istəyirsiniz? Pişiyim, mənim heç yanımda kimsə olub ki, tərk etsin. Siz niyə belə olmusunuz? Bacım, mənim ana tərəfim Rusalkadır. Atamla o vaxtı liman pubda tanış olublar. Özüm belə qəşəng ikra verirəm. Bezmişəm bacı belə yaşayışdan. Səhər dur Hövsandan 132 ilə get işə, axşam qayıt gəl evə, bir qarın banana görə. Də paxm eləm, brat. Qəşəng elə bananın samagonu var idi. Uf, səhərə kimi gətir götür olub elə. Nəysə, bəlkə 1 manatın ola. Bir bəyə eşşək deyəndə onu məhkəməyə vermək olarsa, bəs bir eşşəyə bəy deyəndə məhkəməyə vermək olar. Əlbəttə ki, yox. Çox sağ olun bəy. Allah verdi bugün sizə mahnı oxuyacaq. Ala, oxu əmilər baxsın. Nəyə görə hər vəhşilik eləyənə ayı deyirlər? Nəyə görə romantikadan başı çıxmayana öküz deyirlər? Nəyə görə hər qanmaza eşşək deyirlər? Dostlar, siz yaxşısınız, mən yetim neyniyim? Molla əmi, siz nə qəşəng ağladırsınız adamı? Təcrübədən irəli gəlir, çox təcrübəliyəm. İstəsən boş vaxtlarında səni o təcrübədən keçib ağladardım səni. Yaxşı, onda nömrənizi götürüm, amma göz yaşlarıma rəhminiz gəlməsin, ha? Müşfiq, niyə dilxorsan? Nə olacağı bacı? Bu Orxanın bir leş 06-sı var, bezdirib bizi. 3 manatdan çox benzin vurmur. Harasa gedəndə ya maşın yolun ortasında qalır, ya benzin axtarırıq, ya da maşını itəliyirik. Adam bu qədər ximic olar. Bu maşına 10 manatlıq benzin töysən, maşın dilə gəlib ağlayar. Qardaş, var yoxuna lənət taksini marağa sürürəm. 2 maşının 5 obyektim var. Ata, sən canı pəncərələri aç, o sturağı ilə oturmaq olmur. Niyə keyfin yoxdur? Səhər qəssab Zahir yığıb ki, gəl yanıma işim var səndən, yəqin yenə borc istəyir. Hə Zahir dayı, gəldim, de görək nə olub. Hə bala, bəlkə gəlib burada işləyəsən, özündə halal birisən. Ay Fazil, çox sağ ol bu qonaqlığa görə. Hardan yığmısan əti? Habab əladır. Hə, axşama gəlin də, qəşəng maça bişirəcəm sizə. Mütləq litr götürün, ətimiz boldur bugün. Qaqam ye, nuş elə, bananı bol eləmişəm istədiyin kimi. Amma ayranı da iç, zəhərlənməyəsən. Salam dostlar. Bugün arvadan xəbərsiz balığa gedirəm. Bu yanımdakı da yeni dostum Totudur. Bugün Totu ilə maraqlı keçəcəyini düşünürəm. Arvadın dırdırından qaçmağa balıq əla bəhanədir. Dostlar, gəldik gözəl təbiətdə balıq tutmağa. Bugün balıqsız evə dönmək yoxdur. İndi birazdan dəzgah quracam. Mangal, balıq kababı, araq, turşu. Bugün... Hə, Totu necədir? Hoşuna gəldi. Dostlar, haradasa 1 saat oturmuşam, balıq yoxdur. Nəysə dostlar, mən durum, yavaş-yavaş dəzgahı qurum. Balıq gələr, birazdan Totu gəl. Balıq tutmaq alınmadı dostlar. Totuda yoxdur deyəsən. Arsa qaçdı. Nəysə dostlar, kebabımız var. Orxan arada çölə çıx. Toyuq da pambıq kimidir araqla. İndi bunu mələdəcəm. Uf. Nəysə dostlar, öpürəm.